8-ci kilometr bazarı ətrafında sürücülər haqsız yerə cərimələndiklərini iddia eləyir. Deyirlər, son günlər Nizami rayon ərazisində, yəni 8-ci kilometr bazarı ətrafında sürücülərin əksəriyyəti cərimə olunur. Əməkdaşlarımız məsələni araşdırıb, sürücülərin narazılığına hansı cavab verilib, baxaq. Olduğumuz ərazi 8-ci kilometr bazarının yaxınlığıdır. Belə ki, gün ərzində 100-ə yaxın sürücü avtomobilini burada saxladığına görə cərimə olunur. Adətən cərimə arxada gördüyünüz kamera vasitəsilə qeydə alınır. Sürücülər deyir ki, bazarın Naxçıvanski küçəsi hissəsində yolun bir tərəfində ödənişli dayanma icazəsi var. Digər tərəfdə avtomobil saxlayanda cərimə tətbiq olunur. Bəzi sürücülər bundan xəbərsizdir. Buriyatda saxlayan 60 manat 2 bal gəlir. Bu bəri başda tində saxladığım 40 manatdır. Burada cərimə olunmusunuzmu? Yəni burada solda saxladığınıza görə? Hə, olmuş. Nə qədər cərimə olunmuş? 60 manat 2 bal. Heç birimiz bura mal gətirə bilmirik o kameranın sayəsində. Kamera da nətər kamera? Birdən görsən tırıb cərmələyir, yazır günlər. Burada maşınını saxlayanda cərimə gəlibmi sizə? Gəlib, hə. Biz harda saxlayaq? Axı belə şey olmaz, burada olmaz, orada olmaz. Bəs biz hara gedək yaxşı? Burada solda saxladığınız halda kamera vasitəsilə qeydə alınır, cərimə yazılır. Məlumatınız var idi? Onda keçək o yana. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli sürücülərin cərimə olunmasının səbəbini açıqladı. Qeyd edilən ərazidə Nizami rayon polis idarəsinin Dövlət Yol Polisi şöbəsinin əməkdaşları tərəfindən piyada təhlükəsizliyinin təmin edilməsi istiqamətində mütəmadi olaraq nəzarət profilaktiki tədbirlər həyata keçirilir. Belə ki, səkidə saxlayaraq piyadaların hərəkətinə maneə yaradan sürücülər barəsində qanuna müvafiq tədbirlər görülür. Səkilər nəqliyyat vasitələrinin dayanması və durması üçün deyil, piyadaların rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulub. Toğrul Nəsirli qeyd etdi ki, səkidə nəqliyyat vasitəsini saxlamağa görə cərimə 2 bal və 60 manatdır. Elşad Bayramoğlu, Pərviz Əliyev, Əhməd Məmmədov, ATV Xəbər.